Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anılmasının 103-cü il dönümünə, 2026-cı il şairsalma və memarlıq ilinə və Azərbaycan Turizm və Menecment Universitetinin 20 illiyinə həsr olunmuş magistrantların 15-ci regional konfransı təşkil olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül səlahiyyət qoyulub. Konfransa başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Olaraq keçirdiyimiz magistrantların regional konfransının 15-ci konfransının açılış tədbirində sizin hər birinizə salamlamaqla bərabər uğurlar arzulayıram və əminəm ki, bu 2 gün ərzində həmişə olduğu kimi bu ildə magistrantlarımız öz elmi tezislərini, məqalələrini uğurla təqdim edəcəklər və konfrans özüşünə nail olacaq. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir giriş sözü ilə açaraq Azərbaycan Turizm və Menecment Universitetinin kollektivini 20 illik münasibətlə təbrik edib, bu konferansın birgə keçirilməsinin mövcud əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramı anaraq bildirib ki, Naxçıvan Dövlət Universiteti məhz Ulu Öndərin dəstəyi ilə təsis olunub. Ümummilli liderin Naxçıvan Dövlət Universitetinin fəxri doktoru olduğunu vurğulayan rektor bildirib ki, onun adına və ideyalarına layiq fəaliyyət göstərmək, müəyyənləşdirdiyi inkişaf strategiyasını təhsil və elm sahəsində uğurla davam etdirmək universitetin əsas prioritet istiqamətlərindən biridir. Təkcə 2025-ci ildə universitetin 250-dən çox yeni işə qəbul olunanların əksəriyyətinin Naxçıvan Dövlət Universitetinin magistrantları olduğunu bildirib. Elmi analitik düşüncəyə malik, tədqiqatçı gənclərin yetişdirilməsində magistratura təhsilinin önəmindən, son illərdə təhsilin bu pilləsinə marağın artmasından danışıb. Bildirilib ki, universitetdə maddi-texniki bazanın gücləndirilməsi, müasir laboratoriya və tədris imkanlarının yaradılması magistrantlar üçün yeni imkanlar açır. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışında bildirib ki, Ulu Öndərin 103 illiyinə həsr olunmuş bu konfrans yalnız elmi platforma deyil, eyni zamanda Ulu Öndərin zəngin dövlətçilik irsinin, milli inkişaf strategiyasının və Azərbaycançılıq ideologiyasının təbliği baxımından mühüm əhəmiyyət daşıyan tədbirdir. Çıxışında Azərbaycanda turizm sahəsinin inkişafına toxunan rektor qeyd edib ki, 1990-cı illərdə ölkədə siyasi sabitliyin təmin olunması ilə turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə mühüm dövlət proqramları və strateji əhəmiyyətli layihələr həyata keçirilib. Azərbaycanın zəngin tarixi mədəni irsi, təbii gözəllikləri və milli dəyərləri beynəlxalq miqyasda daha da geniş tanıdılıb, nəticədə ölkənin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Naxçıvan Dövlət Universitetinin magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində magistr hazırlığının keyfiyyətinin yüksəldilməsi və elmi tədqiqat mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, son illərdə universitetdə magistratura səviyyəsində 4 yeni ixtisas üzrə qəbul aparılıb. 2027-2028-ci tədris ili üçün isə 30-a yaxın yeni və perspektivli ixtisasların açılması nəzərdə tutulur. Tədris proqramlarına yeni fənlər daxil edilir, tədrisi ingilis dilində olan ixtisasların sayı artırılır, ikili diplom proqramlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Çıxış zamanı bildirilib ki, elmi tədqiqatların stimullaşdırılması magistr hazırlığında əsas keyfiyyət amillərindən biridir. Bu məqsədlə magistrantlar üçün müxtəlif kurslar, təlimlər və akademik seminarlar təşkil olunur. Universitetdə 30-dan çox əcnəbi professor və elmi məsləhətçi magistrantların tədqiqat fəaliyyətinə dəstək göstərir. Həmçinin bu il magistratura tədris prosesinə 15-ə yaxın xarici professor cəlb olunub. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Çinarə İmanverdiyevanın, Heydər Əliyev və Azərbaycan Turizmi, Naxçıvan Dövlət Universitetinin İnkişaf Psixologiyası üzrə 1-ci kurs magistrantı Həcər Ələsgərovanın valideyn gözləntiləri və gənclərin peşə seçimi arasındakı konflikt, nəzəri yanaşmalar və psixoloji determinantlar mövzusunda məruzələr dinlənilib. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının əməkdar artisti, dosent Mübariz Əsgərovun bədii rəhbərliyi ilə 2-ci kurs magistrantlarının ifasında müxtəlif musiqi nömrələri ifa edilib.
Qeyd edək ki, üz-üzə və onlayn formatda təşkil olunan konfransda 2 gün ərzində 7 istiqamət üzrə 14 bölmədə 134 magistrantın 106 məruzəsi təqdim olunub.